Tayyip TV. Qəlblərə halal bir toxunuş. Əsas nur Allahın sənə və mənə artıq bəxş etdiyi bir şeydir. Belə ki, əgər kimsə ustad, mənim sadəcə imanım yoxdur, nə edəcəyimi bilmirəm deyirsə, ilk etməli olduğun şey özünə yalan deməyə dayandırmaqdır. Yəqin ki, bu ilk addımdır. Çünki səndə o var, sadəcə istifadə etmək istəmirsən. O daxilindədir. Onsuz da oradadır. Allah səndən kompüterindəki o fayla 2 dəfə klikləməyi istəməzdi, əgər həmin fayl mövcud olmasaydı. Başa düşürsüz? Deməli o buyurur. يسعى نورهم بين أيديهم وبأيمانهم. Bu çox güclü bir ifadədir. Çünki insanlar mənəvi inkişaf mövzusunda özlərini gücsüz hiss edirlər. Bəzi insanlarda iman var, məndə isə yoxdur. Və bu bir bəhanədir. Allah imanımızla bağlı yanlış fikirlərimizi islah edir. Mən sizə əlləzinə əmənu demişdim. Xatırlayırsınız, əlləzinə əmənu ifadəsi 3 qrup insanı əhatə edirdi. Üçüncü qrup isə A və B hisslərinə bölünürdü. Düzdür? Hətta zahirən mömin görünən insanlar da, imanları içəridə solmuş və ya qurumuş olsa belə, onlar da həmin qrupun içindədir. Amma qiyamət günündə kim olduğunu sənin zahirdə görünüş artıq önəmli deyil. Qiyamət günündə mən səni necə gördümsə, sən məni necə gördünsə heç bir önəmli deyil. Mən səni mömin kimi gördüm, sən məni mömin kimi gördün. Bütün o adlar, bütün o etiketlər, onların hamısı yox olacaq. Çünki qiyamət günü bizim bir-birimizi necə gördüyümüzlə bağlı deyil. Qiyamət günü Allahın bizi necə gördüyü ilə bağlıdır. Birbaşa heç bir filtr olmadan, artıq heç bir sosial status, heç bir müdafiə, bütün belə şeylər qalmaz. Hətta münafiqlərlə bağlı. Allah deyir ki, onlar İslamı qalxan kimi istifadə edirlər. اتخذوا أيمانهم جنة. Onlar imanlarını və andlarını, yəni İslamı bir qalxan kimi istifadə etdilər. Bu həyatda bəli, bu bir qalxandır. Amma qiyamət günü Allah qarşısında kimisə qalxan olacaqmı? Xeyr. تركتم ما خولناكم. Sizə verdiyimiz bütün nemətləri arxanızda qoyub gəldiniz. Siz açıqsınız. Tam müdafiəsiz qaldınız. Ona görə də Allah burada əlləzinə əmənu, iman gətirənlər demir. Yəni fel formasını istifadə etmir. Burada ismi, yəni isim formasını istifadə edir. Əl-müminina vəl-müminat. Mömin kişilər və mömin qadınlar. Fel ilə isim forması arasında fərq nədir? Dostlar, indi sizin dilinizdə izah edim. Əgər desəm ki, o dərs deyir, o dərs deyir. Bu fel olur ya isim? Dərs deyir. Bu feldir. Amma desəm o müəllimdir. Bu fel olur ya isim? İsim oldu, düzdür? Deməli, dərs deyir feildir və müəllim isimdir. Və desək ki, o dərs deyir. O deməlidir ki, bəlkə həftə sonları dərs deyir, bəlkə bəzən dərs deyir. Müvəqqəti işdir, bəlkə yarım ştat işləyir. Bəlkə yayda dərs deyir. Və fel müvəqqəti bir şeydir. Fel ya da hərəkət sizi xarakterizə etmir. Çünki o ya vaxtla, keçmiş, indiki ya da gələcəklə bağlıdır. Ya da müəyyən vəziyyətə bağlı olur. Amma kiməsə müəllim deyəndə, bu artıq onun şəxsiyyətinin bir hissəsinə çevrilir. Bu onların kim olduğunu ifadə edir. Başa düşürsüz? Məsələn, bir insanla tanış olanda deyirsən, sən kimsən? O deyir, mən beləyəm, mən Zeynəbəm, mən Əhmədəm, mən Kəriməm. Sonra deyirsən, nə ilə məşğulsan? O deyir, mən geymirəm. Hə? TikTokerəm. Mən blogerəm. Əslində, bu o deməkdir ki, mən bu kainatda məqsəd olmayan faydasız bir insanam. Ya da müəlliməm. Mən filankəsəm, filankəs. Qısacası, yəni isim, onun kimliyinin bir hissəsidir, yoxsa yox. Allah deyəndə müminun, bu söz ərəb dilində isim kimi, amma iman gətirənlər sözünü feil kimi istifadə edir. Amma sonra isim formasında bir söz işlənir. İman gətirənlər, iman gətirən kişilər və iman gətirən qadınlar. Məhz belə bir ifadə işlədilir. İmanlı kişilər və imanlı qadınlar isim birləşməsi sayılır. Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, bu insanların imanlarını o qədər işləmişdilər ki, bu artıq onların şəxsiyyətlərinin bir hissəsi çevrilmişdi. Onların damarlarında axırdı. Bu iman onlarda həqiqətən var idi, sabit idi və bərkimişdi. Bəli, iman bəzən artır və azalır. Müəllimlərin də yaxşı və pis günləri olur. Bəzən onlar yaxşı müəllim olur, bəzən pis müəllim olur. Amma hər halda o yenə də müəllimdir, düzdür? Bəzi insanlarda var. Onların imanlarında dalğalanmalar ola bilər. Bəlkə cümə günləri daha güclü olar, şənbə zəifləmiş olar. Ramazan ayında yüksələr, sonra azalar. Bu ola bilər. Amma əsas odur ki, içəridə bir minimal istilik var, sabit bir enerji. O iman onlarda qalır. Və bu səbəbdən onlara əl-müminin deyilir. Bu o demək deyil ki, onların imanı hər zaman eyni səviyyədədir. Amma o deməkdir ki, onlarda daimi bir ruhani enerji mövcuddur. Və Allah deyir, bu davamlılıq, bu sabitlik, bu
Artıq qiyamət günü onların xarakteri olacaq. İçəridə olan şey indi isə zahirə çıxacaq. İman əvvəlləri batin idi. Batin idi. Amma qiyamət günü iman zahiri olacaq. Və əvvəldə fil əvvəl bu iman batin idi. Amma fil axırda zahiri olacaq. Niyə bu sözləri istifadə edirəm? Çünki Allah öz haqqında هو الأول والآخر والظاهر والباطن. deyib, hə? Və beləliklə, sinəmdə gizlənən iman qiyamət günü zahiri olacaq, aşkar olacaq qiyamət günündə. Sonra, diqqət yetirin, Allah deyir əl-müminin və əl-müminat. Əl-müminin və əl-müminat, yəni mömin kişilər və qadınlar. Və indi ərəb dili konstruksiyasından bir şey bilməlisiniz. Möminlər deyəndə əl-müminin, kişi cinsi cəm formada. جمع مذكر سالم. Ərəbcə bu formanı istifadə edəndə həm kişini, həm də qadını əhatə edir. Həqiqətən həm kişilər, həm də qadınları əhatə edir. Amma əl-müminat dediyiniz zaman, bu artıq yalnız qadınlara aiddir. Çünki əgər desəm, يا أيها المسلمون ay möminlər, bu həm kişiləri, həm qadınları əhatə edir? Bəli, amma desəm, يا أيتها المسلمات bu artıq sadəcə qadınlara aid olur. Deməli, ümumiyyətlə desək, ərəb dilində kişi cinsi cəm formada inklüzivdir. Qadın forması isə eksklüzivdir. Demək istəyirəm ki, bu inklüzivdirsə və biz bayaq əl-müminin dediksə, okey, əgər əl-müminin desək, bu artıq qadınlar da əhatə edərdi, düzdür? Bəs niyə sonra bir də ayrıca deyirsən əl-müminat? Burada diqqət etməliyik. Çünki söz elə bil, artıq təkrarlanır. Allah qadınları ayrıca, xüsusi olaraq qeyd edir. Əl-müminina vəl-müminat. İbn Aşurun bir nəzəriyyəsi var. Mədinə dövründə nazil olan Qurani Kərimdə Allah qadınların rolunu, statusunu xüsusi vurğulayıb. Bir çox məsələlərdə kişilərlə bərabər statusda olduqlarını göstərmək üçün. Və buna görə də qadınlar xüsusi olaraq qeyd olunub. Halbuki, qrammatik tərəfindən buna ayrı ehtiyac yox idi. Qiyamət günü nur gələcək və sən düşünmə ki, bu nur yalnız kişilərdən gələcək. Qadınlar sadəcə arxa planda qalacaq. Xeyr, xüsusilə mömin qadınlar. Əslində bu ayədə elə bil ki, qadınlara xüsusi şərəf verilir. Əslində fikir versəz, bu mövzu Əl-Hədid surəsindən başlayaraq Ət-Təhrim surəsinə qədər qırmızı xətt kimi keçir. Qadınlar Quranın əsas mövzularındadır. Quran tədqiqatlarında qadınlar çox önəmli yer tutur. Bu yaxınlarda mən Quranda qadınlarla bağlı bir kitab oxudum. Kitabın adını deməyəcəm. Kitab çox pis idi. Həqiqətən pis. Həqiqətən pis. Elə bir kimsə gözlərini təzədən açıb və Quranı oxumaq istəyirdi. Elə bir ağlını söndürüb və oyanıb. Və bu doğrudan da bərbad bir şey idi. Onlar sadəcə anlayırsınız trendlərə uyğun olmaq istəyiblər. Çünki indi mediada, filmlərdə və hər yerdə gender savaşları mövzusu gedir. Siz də görmüsünüz, bir çox kişi aktyorlar indi çox qadın sayağı rollar oynayır. Qadın aktyorlar isə əksinə, çox belə kişi kimi davranırlar. Bu da indi bilirsiniz necə oldu? Yəni, yeni bir tendensiya. Məsələn, 5 yaşlı qız 10 döyüşçünü qılıncla məğlub edir və heyya qışqırır. Budur qızların gücü və s. Oğlan isə deyir, mən indi çox əsəbiyəm, duyğularımdayam, bu məni narahat edir. Qız isə deyir, gəl getdik. Bilirsiniz, mən filmlərə baxmıram. Yəni, əlbəttə ki, İslami səbəblərə görə baxmıram. Amma əsas məsələ budur ki, qadınlar böyük bir mənada vurğulanıb. Və biz Qurani Kərimi dünyada baş verənləri reaksiya kimi öyrənməməliyik. Buna görə də biz belə deməməliyik. Yaxşı, indi Qurana baxım, görüm orada qadınlar, feminizm və ya bərabər hüquqlar barədə nə taparam. Çünki bu halda sən Qurana əvvəlcədən mövqe ilə yanaşmış olursan. Ya da çox ənənəvi, patriarxal cəmiyyətdən gəlirsən, harda kişilərin yüksək rolu, qadınları isə demək olar ki, əməl edilmədən zibil rolu oynayır. Və o vaxtı güclənmək istəyib, gəlib Quranı öz baxışlarına uyğun oxuyacaqsan. Belə yanaşma da qərəzlidir. Bu iki yanaşmanın hər ikisi Allahın kitabına pis xidmət göstərir. Allahın sözü hər şeydən yuxarıdır. Bəzi yerlərdə Quranda Allahın sözü sənin gözlədiyindən daha liberaldır, bəzi yerlərdə isə əksinə.
Və düşünəcəksiniz ki, Allahın sözü sizin istəyinizdən daha konservativdir. Yəni, elə də olacaq. Bəzən görə bilərsiniz, insanlar özlərini rahat hiss eləmirlər. Məsələn, çox yad mədəniyyət şeyini işləndə insanlar deyirlər, Quranın yeni gündəliyi budur, bu Quranda yeni gündəlikdir, kimsə əlavə edir onu. Əslində, bu o deməkdir ki, sən Qurana sözünü deməyə imkan vermirsən, ya da sünnəyə söz deməyə imkan vermirsən. Digər tərəfdən isə, biz də bəzən Qurana olmayan şeyləri qoymağa çalışırıq. Sadəcə yeni ədalət standartlarımızla tanış olmaq üçün. Biz bu tələyə düşə bilmərik, çünki bizim Rəbbimiz Allahdır, mədəniyyət deyil. Beləliklə, يوم ترى المؤمنين والمؤمنات iman gətirənlər kişi və qadınların fərqli rolları barədə vacib təhlildir. Əhzab surəsi bu məsələni ətraflı öyrənmək üçün çox gözəl bir seçimdir. Hər halda, başqa bir müşahidə də var. Allah deyir ki, يسعى نورهم onların nuru önlərindən qaçır. Bu yerə sonra qayıdacağam. Əvvəlcə nurun qabağa doğru gəlməsi məsələsində bəzi müfəssirlərin nə dediyini oxuyaq, amma əvvəlcə öz düşüncəmi sizinlə bölüşüm. Sonra isə alimlərin bunun haqqında dediklərinə baxarıq. Burada iki nurdan danışılır. Biri sənin qarşından gələn nur, biri isə sağ əlin tərəfindən gələn nur. Mənim fikrimcə, bunun ən məntiqli izahı budur. Allah artıq demişdi ki, iman gətirin və infaq edin. İman gətirmək və infaq etmək. Bəs infaq nədir? Halal yolla qazandığını vermək. Əgər oğurluq edib infaq etmisənsə, bu əslində sədəqə sayılmaz və sən halal qazandığını verəndə, bu, sağ əlinlə qazandığın sayılır. Sağ əl həm də salih əməllərin simvoludur. Və sağ əl, ərəb dilində and içmək üçün istifadə olunan bir ifadədir. Məsələn, قد أخذ ميثاقكم çünki and içəndə, أخذ اليمين tarixən insanlar sağ əlləri ilə and içirdilər. Hətta bu gün də razılaşanda sağ əllə salamlaşırıq. Heç vaxt sol əllə yox, həmişə sağ əllə salamlaşmısan. Hə? Məhkəmədə də insanlar and içəndə sol əllə yox, sağ əllə edirlər. Bu hal bir çox mədəniyyətlərdə var və ərəb mədəniyyətində də. Bu bir fenomenin parçasıdır. Allah həm də deyirdi, والله بما تعملون بصير. Allah sizin nə etdiyinizi bilir və Allah sizin qəlbinizdə nə olduğunu da bilir. Və demək istəyirəm ki, Allah dəfələrlə iman və əməl mövzusuna toxunur. Qəlbdə olan şey iman, etdiyin şey isə əməldir. İman gətirin iman, infaq edin, əməldir. İman əməllər. Qiyamət günü gələndə sənin içindən nur gəlir. O isə nə deməkdir? Qarşından nur gələndə sənin imanın nurudur və sənin sağ əlindən gələndə nur var. Sağ tərəfdən gələn nurdur. Bu isə nə deməkdir? Əməllərindir. Və sənin elədiyin əməllər, yəni sənin yaxşı elədiyin əməllər, kitabda yazılıb və qiyamət günü bu kitab sənə veriləcək. Əgər yaxşı işlər görmüsənsə, o kitab hara veriləcək? Bəli, sağ əlinizə. Yəni, sağ əlin həmin kitabdır. İçində əməllərin var və o əməllər qiyamət günü nura çevrilir. Bu əməllər nur olur və nə qədər çox salih əməl etmisənsə, sağ əldən gələn nur bir o qədər çox olur. Və ehtimal ki, imanın güclü olduğu üçün sinəndən gələn nur da daha parlaq olacaq. Başa düşürsüz? Yəni, bu iki nur bir-biri ilə bağlıdır. Yəni, içindəki nur, imanın nuru və əməllərin nuru. İndi isə qayıdaq əvvəlki ayəyə, surənin ortasına. Allah deyir ki, هو الذي ينزل على عبده آيات بينات ليخرجكم من الظلمات إلى النور. bu həyatın, vəhyin məqsədi insanları zülmətdən nura çıxarmaqdır. Biz keçən dəfə zülmət və nur haqqında danışmışdıq, amma indi yeni bir tərəfə əlavə edirik. Qiyamət günü zülmət olacaq. Zülmət üstə zülmət olacaq qiyamət günü. Və Allah deyir, bu vəhyi izləyənlərə Allah nur vermişdi. Və nur iki qatdır. Allah bizə həm önümüzdə, həm də sağımızda nur verir. Biraz sürprizi pozuram, amma sürənin sonuna yaxın Allah deyəcək ki, يؤتكم كفلين من رحمته ويجعل لكم نورا. sizə öz rəhmətindən 2 pay verəcək. 2 pay verəcək. Və biz neçə nur haqqında danışdıq? 2 nur, bu çox gözəldir, elə deyilmi? Sonda hər şey bir-birinə bağlanacaq və deyəcək, كفلين من رحمته ويجعل لكم نورا. hər halda bu nur haqqında idi. Alimlərin dediklərinə keçməzdən əvvəl istəyirəm bu fikirlər mənim tərəfimdən sizdə qalsın. Deməli, bu ifadənin mənası nuruhum. Allah demədi ki, onların önlərindən nur çıxacaq. Və sağ tərəfindən o dedi ki, onların nuru. Onların nuru. Nur deməklə onların nuru demək arasında böyük bir fərq var. Deməli bu nur kimə məxsusdur? Onlara məxsusdur.
İndi bir sual verim sizə. Bu fikri anlayırsınız? Bu çox güclü bir anlayışdır. Əgər Allah deyirsə infaq et. Bu o deməkdir ki, Allah sənə qazanc gücü verib, elə deyilmi? Əgər Allah sənə infaq etməyə əmr edirsə, deməli sənin bu infaq etmək üçün imkanın var. Əgər sənin heç nəyin olmasaydı, necə infaq edəcəkdin? Başa düşürsən? Kimə imkan verilib ki, qazansın? Kimə bacarıq, sərvət, istedad verilib? Ya da talant olması bizə verilib? Allah bizi bu güclə təciz edib. Allah deyəndə iman gətirin. Və deyir infaq edin. Əgər sən infaq etməlisənsə, deməli əvvəlcə səndə bu sərvət olmalıdır. Əgər Allah deyirsə iman gətir, bu o deməkdir ki, sənin içində bütün potensial və bütün qabiliyyət, sənin içində artıq iman üçün lazım olan hər şey var. İman göydən düşən bir şey deyil ki, sənə adiyyəti olmasın. Bəziləri deyir, mənim imanım yoxdur, nə edim? Dua edim ki, Allah iman versin. Bir dəqiqə, qardaş. Gözlə. Bəli, əgər iman sadəcə Allahın verdiyi bir şey olsaydı, Allah sənə iman gətir deməzdi. Əgər onun etdiyi bir şeydirsə. Ona aid olsaydı, Allah sadəcə deyə bilərdi, oldu sənə iman verdim, indi səndə var. Amma Allah deyirsə iman gətir, deməli səndə iman gətirməyə güc var. O zaman sinəmdə olan nurun miqdarı, o içimdə qidalanan nur, kimə bağlıdır? Mənə bağlıdır. Bu ayədə bunu sübut edən nədir? يسعى نورهم يسعى نورهم Onların nuru çölə çıxacaq. Onlara məxsus olan nur. Allah nuru çıxarır, Allah nuru nazil edir. Allah nurunu artırır. O bunu eləyir. O nuru inkişaf edir. Məsələn, hidayəti artırır. Bilirsiniz necə? يزيدهم خشوعا زادتهم إيمانا نور على نور. Bu hamısı misallardır. Əsas nur Allahın sənə və mənə artıq bəxş etdiyi bir şeydir. Belə ki, əgər kimsə ustad, mənim sadəcə imanım yoxdur, nə edəcəyimi bilmirəm deyirsə, ilk etməli olduğun şey özünə yalan deməyə dayandırmaqdır. Yəqin ki, bu ilk addımdır. Çünki səndə o var, sadəcə istifadə etmək istəmirsən. O daxilindədir. Onsuz da oradadır. Allah səndən kompüterindəki o fayla 2 dəfə klikləməyi istəməzdi, əgər həmin fayl mövcud olmasaydı. Başa düşürsünüz? Deməli o buyurur. يسعى نورهم بين أيديهم وبأيمانهم. Bu çox güclü bir ifadədir. Çünki insanlar mənəvi inkişaf mövzusunda özlərini gücsüz hiss edirlər. Bəzi insanlarda iman var, məndə isə yoxdur. Və bu bir bəhanədir. Allah imanımızla bağlı yanlış fikirlərimizi islah edir. يسعى نورهم بين أيديهم وبأيمانهم. Və nəhayət burada bir qeyd etmişəm. Nur haqqında həm həqiqi, həm də məcazi mənada. Bu o deməkdir ki, qiyamət günü bu nur həqiqətən fiziki nur kimi hiss olunacaq. Real bir nur olacaq. Qaranlığın içində, o cənnətə doğru getdiyin yolda o nur olacaq. Amma bu nur hamını əhatə edən bir işıq olmayacaq. Yəni bütün yol işıqlanmayacaq. Fərz elə ki, əlinə bir fənər almısan ya da məşəl. Hə? Və yalnız müəyyən məsafəyə qədər işıq verir. Bu nurun gücündən asılı olaraq, bəziləri 15 metr irəlini görə bilər, bəziləri 150 metr, bəziləri isə 1 kilometr irəlini görə bilər. Nurun gücündən asılıdır. Düzdür? Köhnə zamanlarda insanlar məşəl istifadə edərdi, deyilmi? Alovu yandırardılar, məşəl götürərdilər. Amma məşəlin təhlükəsi nədir? Nə baş verə bilər? Yanacaq qurtara bilər, yağ bitə bilər, alov sönə bilər, bir külək gəlib və onu söndürə bilər. Bugün isə fənər götürsən, meşədə yeriyirsənsə, təhlükə nədir? Batareya bitə bilər. Düzdür? Yəni nurun qalacağına zəmanət yoxdur. O sönə bilər. Beləliklə, At-Tahrim surəsində biz görəcəyik ki, insanlar qiyamət günü nurun içində yeriyirlər, amma qorxurlar ki, bu nur yetərli olmayacaq onlar üçün. Ona görə də möminlər yeriyə-yeriyə Allaha dua edirlər. ربنا أتمم لنا نورنا. Ya Rəbb, nurumuzu bizim üçün tamamla. Çünki bəli, bizdə nur var. Biraz iman, biraz salih əməl. Amma bəlkə bu nurun batareyası bizi axıra qədər cənnətə aparmaq üçün kifayət etməz. Yəni, nurun var, amma o 1 kilometr yetərlidir. Yürüyüş isə 10 kilometrdir, nə edəcəksən? Ya Allah, bu nurun ömrünü uzat, yəni yetərincə ver. Deməli, burada öyrəndiyimiz budur. Qiyamət günü nicat tapmaq mənim səylərimdən, imanımdan və əməllərimdən asılıdır. Amma sonda bu təkcə kifayət deyil. Nurumu kim tamamlayacaq?
Allah. Amma Allahın tamamlaması üçün əvvəlcə sənin öz nurun olmalıdır. Sən öz payını gətirməlisən ki, Allah ona əlavə etsin. Əgər heç nə yoxdursa, necə dua edəcəksən sən? Ya Allah, azca nur ver, nə olar? Məndə heç nə yoxdur. Yox, bu o deməkdir ki, nur artıq var. Dua belə olmalıdır. Ya Allah, nurumuzu tamamla. Deməli, bu ən-nur əl-həqiqi idi. Ən-nur əl-mənəvi isə, yəni məcazi və mənəvi nur deməkdir. Bu həyatda, nuru fiziki olaraq görmək mümkün deyil. Mən düşünmürəm ki, evdə işığı söndürəndə və yatmağa gedəndə sinə və sağ əlin otağı işıqlandırmağa başlayır. Və sən belə deyirsən, bu çox əsəbləşdirir, qardaş, yatmaq olmur, çox iman var məndə, otaq işıqlanır. Bu ruhani nurdur. Və hazırda bu nur sənin içindədir. Və bu nur hardan gəlir? Bu iki şey bir-birini qidalandırır. Əsas fikir çox fəlsəfəyə getmədən budur. Bu iki şey bir-birini qidalandırır. Sənin Allaha olan münasibətin və necə sənin qəlbin ona bağlıdır. Sənin etdiyin əməllərdən asılıdır. Namaz kömək edəcək. Sədəqə kömək edir. Yaxşı insan mühiti kömək edir. Bir xatırlatmayı dinləmək kömək edir. Bunların hamısı sağ əlinlə etdiyin əməllərdir. Verdiyin vədi yerinə yetirmək kömək edir. Ədalətli davranmaq kömək edir. Bax, mən salih əməlləri və ruhani inkişafı belə izah edirəm. Bunların hamısı bir şeyə oxşayır. Allahın yaratdığı bədəndir. Ruh bədənə bənzəyir bəzi cəhətdən. Bədən bir neçə əzələdən ibarətdir. Düzdür? Çiyinlər, qollar, bel, hər yer. Sən bir neçə əzələdən ibarətsən. Və əgər sən əzələni işlədib gücləndirmək istəyirsənsə, bəzən bu, narahat olmağı tələb edir, güclü olmaq üçün. Əgər sən qaçışa çıxmısansa və bu ilk dəfədirsə, sən təngi nəfəs olacaqsan 30 saniyənin içində. Amma ertəsi gün 35 saniyə qaçacaqsan, sonraki gün 45 saniyə, daha sonra 2 dəqiqə. Daha çox qaçdıqca, daha güclü olursan, düzdür? Amma güclənmək üçün nə etməlisən? Rahatlıq zonasını keçməlisən. Sən hər dəfə qırılma nöqtənə çatmalısan. Yalnız bu yolla səbrin, dözümün artır, elə deyil? Və nə qədər çox çalışsan, ümumilikdə bir o qədər güclənirsən. İndi, təsəvvür edin ki, birisi bir il yataqda qalmaq qərarına gəlib. Bir illik yerindən qalxmayacaq. Yemək gətiriləcək, paltar gətiriləcək, tualet məsələsi necə olacaq bilmirəm, amma bir texnologiya tapılar yəqin. Amma qalxmır. Məsələn, bəzi insanlar komada olur, elə deyil? Və komada 6 ay, 8 ay qalırlar. Komadan çıxanda bəs nə baş verir? Ayağa qalxa bilirlər? Çünki əgər bir şeydən istifadə etməsən, onu itirəcəksən. İtirəcəksən. Nə qədər çox istifadə etsən, istifadə etmək qabiliyyətin də artır. Daha yaxşı olmağa başlayırsan. Nə qədər az istifadə etsən, qabiliyyətin azalar. Salih əməllər də belədir. Nə qədər çox etsən, bir o qədər güclü olursan. Yəni, nə qədər çox etsən, iman daha da güclənir. İman sənin yanacağındır. İman gücləndikcə, daha çox əməl edə bilirsən. Daha çox əməl etdikcə, bu səni daha da gücləndirir. Çünki məsələn, kardio edəndə sən ayaqlarını və bədənini istifadə edirsən, amma əslində ürəyini və ağciyərlərini gücünü artırırsan. Yəni səni daxildən başqa yerdən gücləndirir, sadəcə ayaqlarını gücləndirmir. Və bu ona görədir ki, qanında daha çox oksigen daşıya bilirsən, daha yaxşı nəfəs alırsan və orqanizm daha effektiv işləyir. Eyni şəkildə, salih əməllər səni mənəvi baxımdan gücləndirir. Və sən daha çox salih əməl edirsən və bu səni daha da gücləndirir. Bu dövr, bu fəzilətli bir dövrdür. Ya da ki, fəzilət dövrüdür. Amma nə baş verir, əgər biri idman edir, bədən misalını götürək. Yaxşı məşq edir, amma bir yandan da fast food yeməyi yeyir. Nə olur onda? Hələ də irəliləyiş var. Bəlkə biraz da olsa, amma əslində irəli getmək olmur. Bir addım qabağa gedir, 5 addım geri. Bir addım qabağa, 5 addım geri. Çünki yalnız yaxşı şeylər etməklə kifayətlənmək olmaz. Pisləri də tərk etməlisən. Yəni, mən sağ əlimdə olan nuru inkişaf etdirmək istəyirəmsə, sol əlimin fəaliyyətini azaltmalıyam. Yəni, pis əməlləri. Qiyamət günü kitabı sol əlinə verilən insanlar, bax, onlar sol əlləri ilə əməllər edənlərdir. Və bu nurun yaranması, böyüməsi, inkişaf etməsi yalnız bu yolla mümkündür. Və bax, bu, Allahın bizə verdiyi formuladır.